Deməli bir hicablı qadın, hətta niqablı qadın bir salonda, sport salonunda bir boks meşəyinin önündə sparring eləyir və boks meşəyinə yumruqlar atır və bunu da çəkdirib sonra paylaşır. Bir tərəfdən də bir qadın yenə hicablı, hətta niqablı fitness salonda ştanga qaldırır, jim eləyir, yenə bunu çəkdirir və minlərlə sosial mediada paylaşıb minlərlə insana özünü göstərir. Bəzən bunların yanında mən kişiciklər də görürəm. Onlara da tövsiyə eləmək istəyirəm ki, İslam dini kişilərə qeyrətli olmağı əmr eləyir. Öz arvadlarını, qızlarını, bacılarını çəkib, sərgiləyib ona bunu göstərməyi deyil. Bu 2-3 nöqtəyə diqqət eləyin. Birincisi odur ki, əziz bacılar, bu cür hicabı, niqabı, hicablıları gözdən salan təxribat videolar sizi doğru yoldan çaşdırmasın. Bir çoxları var əslində heç müsəlman deyil. Bu cür niqab taxıb, hicab geyinib, bu cür videolar çəkib paylaşırlar ki, hətta ya hicablıları, ya niqablıları və yaxud da möminət qadınları pis göstərsinlər. Bunu nəzərinizə çatdırmaq istəyirəm ki, İslam dinində elə bir alim yoxdur ki, bir müsəlman qadının belə videosunu çəkdirib paylaşmasına icazəli olduğunu desin. Ayrıca İslam dinində qadın məşq eləmək istəyər, məşq eləyə bilər. Bunda qadağa yoxdur. Amma bunu çəkməsi, bunu kişilərin gözünə soxması, özünü göstərməsi kitab, sünnə ilə İslam ümmətinin icması ilə haramdır.